Neçədə gəlim, neçədə mən. Gülməyəsən, gülmək tutmayacaq səni. Kişi kimi düzündür. Kişi kimi düzündür. Fərqli yanaşma var da. Baxın, Röya xanım... Yox, ağlayacaqsan. Yox, gülməyi tutmayacaq. Fərqli yanaşma var da. Mən televiziya qarşısında... Gülüb, burada nə var ki? Mənim haqqım deyil. Televiziya qarşısında hər hansı bir ifaçəyə gülüm. Hər kəsin bir janrı var, hər kəsin bir yolu var. Qardaş, o qədər söhbətlər olub ki... Elə danışırsınız ki, efirlərin heç birində gülmək olmur. Gülmürlər, heç yox, kəs bu gülmür. mənim yanaşmam, bu mənim yanaşmam. Yox, sənin yanaşman yanlışdır, səhv yanaşdır. Yox, hər kəsin yanaşması, hər kəsin bir fikri var. Bu veriş, indi burada bir gülümsəmək, gülmək olmadı heç var. Mövzu ilə bağlı insanların, Əzizim, şəxsinə, mənim dəyərlim, mənim qardaşım, mən xahiş edirəm, yəni ümumiyyətlə, ümumi olaraq, bu cür mövzuları kənarlaşdırın efirdən. Mən bunu demək Bu istəyirəm. cür mövzuları ümumiyyətlə efirlərdən kənarlaşdırın. Efirlərimiz şəffaf olsun. Bax, Elmir qardaşımız bayaqdan əyləşib orada. Hər kəs tərəddüdlə, həyəcanla. Amma Arzu da bu şəkildə deyil axı. Günel böyük, mən sizə bir söz deyim, Günel elə belə sənətkar deyil. Güney bir o varsa mənim sözümün sənəti haqqında mən başa düşürəm, manat mənim. Dedin, niyə mənə verirsən mən aşağılayırsan? O sənət haqqı özü də deyil, mən də bilən deyil, yaxşı oxuyan deyil. O aşağılamayıb orada. Mən sadəcə olaraq, mən də ilkinin sözünə qüvvət olaraq ki, ilkinin sözünə qüvvət olaraq, məsələn, mən də o mahnını ilk dəfə eşidən dedim, bu gün bu nə mahnıdır belə. Mənim də bir gün axşama kimi dilimdə bax o mahnı gəzdi. Elə dedim, bu mahnı mənim açığı deyirəm. Mənim bir gün axşama... Mən ötən verişdə dedim, mən Azərbaycana qulaq asan insan deyiləm. Mən Azəri Günel'ə qulaq asıram. Azəri Günel uzun illərdir. Nə olsun qardaşı ölkədir. Azərbaycan musiqisi Türkiyədə təmsil edən bir sənətkardır. O qıza mən, o xanıma mən, özdə mənim Azəri Günel'lə bax, yerli olsam da, Ağdamlı olsam da ondan heç bir əlaqəm də yoxdur. Tunarla salam əleykümümüz var. Əmisi ilə, atası ilə biz işləmişik.